Quba və Xaçmaz rayonlarında media nümayəndələrinin iştirakı ilə qəhvə mərmər bağacığına qarşı aparılan monitorinq və mübarizə tədbirləri həyata keçirilib. Əvvəlcə Quba Regional Təlim Mərkəzində zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri və kənd təsərrüfatına vurduğu ziyan barədə təqdimat nümayiş edilib. Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan bu invaziv zərərverici insan sağlamlığı üçün təhlükə yaratmır. Səlmoba kəndində açılmış feromon tələyə baxış keçirdik. Həqiqətən də kifayət qədər bağacıq var və həmin ərazidə biz cəlb etmə stansiyası qurmuşuq. Həmin cəlb etmə stansiyası nədir? Biz onu sahənin kənarında quraşdırırıq və həmin sahəni dərmanlamaq əvəzinə sahənin kənarında cəlb etmə stansiyası qurulmuş bir ağac və onun maksimum yanındakı bir-iki ağacı dərmanlamaqla həm ekoloji balansı qoruyuruq, həm də ki, digər xeyirli faunanın məhv olmasının qarşısını alırıq. Daha sonra Xaçmaz rayonunda zərərvericinin yayıldığı ərazilərdə monitorinq və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qeyd olunub ki, bu ilin qışlama dövründə 34 rayonda 20 mindən çox nöqtədə monitorinq aparılıb. 12 rayonda zərərverici aşkarlanaraq müvafiq tədbirlər görülüb. Hazırda qəhvə mərmər bağacığı ölkənin 12 rayonunda müşahidə olunur. Populyasiyaya nəzarət məqsədi ilə ötən il 13 mindən çox feromon tələsi quraşdırılıb. Bu il isə onların sayının 20 mini keçməsi planlaşdırılır. Bununla yanaşı maarifləndirmə tədbirləri də davam etdirilir.